Salam, hər vaxtınız xeyir olsun. Bu video keçəndəki videonun davamıdır. Yəni insan niyə inanca ehtiyac duyar adlı videonun davamındakı arqumentləri sadalamışam. Elə isə keçək digər arqumentlərə. 5-ci arqument tənhalıq hissi. Yəni insan dua eləyir, ümid eləyir, tək olmadığına inanmaq istəyir. Yəni bir tutunacaq bir budaq axtarır. O da ilahidir. Yəni dini inanc olar, ilahi qüvvə olar. Yəni ümid eləyir, insanı həyatda saxlayan ümiddir. Hətta Dostoyevskinin bir sözü var idi. Deyirdi bir cinayətkardan daha pis işlər görmüş insanlar tanıdım. Ümid öldürən insanlar tanıdım. Belə bir aforizması var idi. Açığı mən aforizmaların mənalarını yadda saxlayıram, ancaq əzbərləmirəm. Yəni qısaca deyirdi ki, bir cinayətkardan daha pis insanlar tanıdım. O da insanın ümidlərini öldürən insanlar idi. Həqiqətən də ümid öləndə insan ölür elə. Yəni biz bunu bu bir reallıqdır təəssüf ki. Onun üçün istər-istəməz insan ümidini öldürməsin deyə, ümidi itməsin deyə. Yəni bir yerlərdən kömək gözləyir. Tez duaya sığınır, inanca sığınır, ilahi qüvvəyə sığınır. Yəni bu normal bir şeydir. Onun üçün mən deyərdim ki, inancın təməlini formalaşdıran şeylərdən biri də məhz bu tənhalıq hissidir. 6-cı arqument uşaqlıqdan verilən tərbiyədir. Yəni din deyəndə ağla pis şeylər gəlmir çox da. Düzdür, yəni dini istifadə edən, öz məqsədləri üçün, öz sərfiyyatı üçün istifadə edən insanlar dini pis formalaşdırmış olur və uşaqlıqda verilən tərbiyəyə görə də dini inanc, dini tərbiyə müsbət bir şey kimi yozulur. Təbii ki, müsbət bir şeydir, çünki din bir konstitusiya kitabıdır. Din sizə deyir ki, bu şeylər səhvdir, bu şeylər düzdür. Bunu eləsəz yaxşı olar, bunu eləsəz yaxşı olmaz. Din deyir ki, tutaq ki, oğurluq eləməyin, çünki sizin də mal varlığınız var, sizdən də oğurlayanlar. Din deyir ki, empatiya qurun. Yəni dinin 70-80% müsbət şeylərdən ibarət olduğu üçün, yəni konkret deyil əslində, yəni konkret şeylərdən deyil, mücərrəd şeylərdən ibarət olduğu və bir yol göstərdiyi üçün uşaqlıqdan verilən tərbiyəyə görə dini tərbiyə müsbət bir şeydir. İnsanlar buna da ehtiyac duyur. Yəni ehtiyac duyur ki, yəni mənim övladım dinə yönəlsə, dinin müsbət şeyləri ilə qidalansa, daha yaxşı bir insan olacaq. Amma mən deyərdim ki, din insanı daha yaxşı insan eləmir. Çünki günümüzdə yəni əhalinin tutaq ki, 70-80% dindar olsa da, bizim ölkəmizin bütün problemləri 70-80% həll olunmuş deyil. Belə bütün problemlərin formalaşdığı insanların çoxu elə dindar insanlardır. Hər hansı bir inanca sahib insanlardır. Bunlar sabahını düşünməyən insanlardır. Elə bayaq dedim ki, bu tip insanlar özlərini aldadır. Dinə inandığını deyir, amma qətiyyən dinlə əlaqəsi yoxdur. Nə bircə dəfə həyatına tətbiq eləyir, nə bircə dəfə kiməsə məsləhət görür. Yəni özü öz həyatına bir insan ki, bir qaydanı öz həyatına tətbiq eləyə bilmirsə, ona inanmağının heç bir əhəmiyyəti yoxdur. Tutaq ki, siz Qurana inanırsınız, amma Quranla bağlı heç bir həyatınıza tətbiq eləmirsinizsə, bu deməkdir ki, siz o inanca sahibsiniz. Yəni insanlar inandığı şeyə xəyanət edir. Əgər insan inandığı şeyə xəyanət edirsə, deməli o inanmır. İnanırsa da xəyanət eləməz. Tutaq ki, mən Quran bunları deyirsə, həqiqətən mən buna inanıramsa, deməli mən bu fikirlərə xəyanət eləməməliyəm. Hər cəhətdən. Yox, xəyanət eləyirəmsə, deməli mən buna onsuz da inanmıram. Mənim, yəni şüur altında inanmıram. Həqiqətən bir cəhənnəm ideyasına şüur altında inanmış şəxs həqiqətən dinin qadağa qoyduğu şeylərdən ilk kimi qorxar. Çünki sabahını düşünər. Tutaq ki, mən bu gün bunu eləsəm, bir gün mən cəhənnəmə gedəcəm, yanacağam. Yəni axirət inancından qorxmalıdır o tip insanlar. Və demək mümkündür ki, əxlaq birbaşa dinlə əlaqədar deyil. Çünki günümüzdə yəni formalaşan idarəçilik sistemi, qanunvericilik, konstitusiyalar falan, bunların heç biri dindən təməllənmir. Təməli din deyil. Din deyil, çünki insanlar da onsuz da Quranı oxuyub birbaşa eşiyə çıxmır. Yəni bu gün yola çıxın, nə qədər insan Qurani-Kərimi oxuyub? Heç kim. İndi onlar hamısı əxlaqsızdır. Desən onlara əxlaqsızsınız, deyəcək yox. Əxlaqsız deyilik. Bəs deyəcəm ki, Quranı oxumayıbsınız, onda yəni dinini bilməyən əxlaqsız olar. Bununla da həm bundan razılaşmayacaqlar, həm də özlərinin əxlaqsız olduğu ilə razılaşmayacaqlar. Amma mən nə vaxt desəm ki, əxlaq birbaşa dindən asılı deyil, mən tənqid edilirəm. Ki, yox, axı din olmadan əxlaq olmaz.
Əxlaqın təməli dindir. Bunu deyən insanlar qətiyyən din kitabını oxumayıblar və desəm ki, onda siz əxlaqsızsınız, bunu da qəbul edəməyəcəklər. İnsan ən çox özünü aldadan varlıqdır, yəni dəhşət dərəcədə. Heyf. 7-ci arqument psixoloji təsəlli. Yəni bayaq dediyim bu ümid məsələsinə gəlir. İnsan bir ümid axtarır. Yəni təsəlli vermək istəyir özünə ki, hər şey yaxşı olacaq, bu da keçəcək, Allah bizlədir. Tutaq ki, Ayət-i Kürsi oxuyur. Məsələn, tutaq ki, Ayət-i Kürsi oxuyan bir şəxs, hər hansı bir xəstəliyi varsa, oxuyur və özünü yaxşı hiss eləyirsə, bu onun inancıdır. Buna xələl gətirmək yanlış bir şeydir. Və amma bunu deyərdim ki, bu beynin, yəni nevrologiya ilə birbaşa əlaqədardır. Tutaq ki, mən bu qələmin sarı deyil, ağ olduğuna özümü inandırsam, həqiqətən də bu qələm mənim üçün ağ olacaq. Yəni bu qələm realda ağ deyil. Amma mən özümü buna inandırsam, yəni mən bunun sarı rəng olduğunu unuda bilərəm. Görməsəm bunu, bilsəm ki, mən filan vaxtda stola bir qələm qoymuşam, ağlıma gələcək ki, o qələm ağ rəngdir. Çünki özümü ona inandırmış olacağam. Eyni şəkildə tutaq ki, bir Ayət-i Kürsi oxuyub özünü yaxşı hiss edən insanlarda, yəni onlara aşılanan şey budur ki, sən bunu oxusan, rahatlıq tapasan, Allah sənə kömək olacaq, din arxandadır və s. Yəni bu tip inanclara görə Ayət-i Kürsi oxuyan insan özünü daha yaxşı hiss eləyəcək. Əslində psixologiyası onu aldadacaq. Çünki psixologiyasını özü ona aşılayıb baxır ki, mən Ayət-i Kürsi oxusam filan yerimdə ağrı keçəcək. Yəni özünü, beynini buna inandırdığı üçün həqiqətən də elə olur. Yəni psixoloji təsəlli olaraq da dinin yeri apayrıcı, yəni böyükdür, belə deyə bilərəm. 9-cu arqumenti deyirsən, bilmirəm, yenə unutdum. Biliyin boşluqlarını doldurmaq. İnsan, bayaq da dediyim kimi, qədim dövrlərdən ad qoya bilmədiyi, araşdıra bilmədiyi, tapa bilmədiyi cavabları tez ilahi qüvvə ilə əlaqələndirir. Yəni ilahi qüvvə ilə əlaqələndirmək ən asan bir şeydir. Yəni tutaq ki, mən bir şeyə cavab verə bilmirəmsə, tez atıram ki, Allah bilir. Allah bilir ən yaxşısını. Yəni bu ən asan, ən qüsursuz, ən dürüst cavabdır şəxsən. Dürüst deməyim, yəni ən asan cavabdır. Yəni özüm bilmirəm, tez atıram ilahi qüvvənin boynuna ki, Allah bilər. Allah hər şeyin ən yaxşısını bilir. Yəni bu ən asan cavablardan biridir. Ona görə də insan bilmədiyi şeyləri də ilahi qüvvə ilə bağdaşdırıb. Amma elm inkişaf elədikcə hansı ki görürük ki, o ilahi qüvvəyə atılan məfhumlar bəzən özünü doğrultmur, elm başqa şeylər ortaya çıxardır və insan artıq onlara özü ad qoyur. Amma ad qoya bilməyəndə yenə ilahi qüvvənin boynuna qalmış olur. 10-cu arqument, ya da 9 bilmirəm. Mənəvi məsuliyyəti xaricə ötürmək arqumenti. Bu nə deməkdir? Yəni bəzi insanlar uğursuzluqları, yəni başlarına gələn pis şeyləri qismət beləymiş, bəxtim buymuş, Allah belə istədi, xeyirlisi buymuş, Allah mənə bunu verdi kimi inanclara bağlayırlar. Ki bu insana yenə ümid bəxş edir. Yəni insan başına pis bir şey gələndə tez deyir ki, yəni Allah belə istirmiş, belə olub da, xeyirlisi buymuş. Başqa bir şey olsa pis bir şey olacaq. Hətta bir Yapon əfsanəsi var imiş. Bir dənə şəxs avtobusu qaçırdır və həmin avtobus gedir, sonra avariya eləyir. Tez insan fikirləşir, deməli Tanrı mənə qoymadı o avtobusa minməyi. Çünki avtobus avariya eləyəcəkdi. Yəni mən əslində pis bir şey yaşamaqla, yəni avtobusu qaçırtmaqla yaxşı bir şey qazanmışam. Tez bu məntiqə gəlir. Bu tip şeylərə uyduranda yenə insandır. Bəs yaxşı avtobusdakı digər insanlar, onda yaxşı o avariya ilə avtobusdakı digər insanlar hamısı pis, bərbad deyil. Bəzi insanlar imiş də, yəni belə çıxırmış ki. Bu tip insan, yəni insan ad qoymadığı şeyləri ilahi qüvvəyə bağlayır. Deməli bu qədər. Bu video bura qədər idi. Bir sıra arqumentlər sıraladım və inancın insanın psixologiyasındakı yerini sizə izah elədim. İnsan təbii ki, inanca möhtac bir varlıqdır. İnanmağa meyillidir, konkretliyə meyillidir. Bunun üçün bir sıra dinlər, mifologiyalar, ilahi inanclar və tanrılar formalaşıb. Mən deyərdim ki, insan istəyirsiniz inanın ya da inanmayın. Özünüzə qarşı dürüst olun. Yəni özünüzü aldatmayın. Özünüzə qarşı dürüst olun. İstəyirsiniz inancsız olun, inanın, fərq eləmir. İnsan özünə qarşı dürüst olursa, özünü aldatmırsa, ikiyüzlülük eləmirsə, yaşadığı həyatı doğru yaşayır. Yəni inancsız olsa da, inanclı olsa da. Yəni mən görürəm, yəni buna misal da verdim. İnanclı insanlar özlərini aldadır.
Niyə inandıqlarını bilmirlər. Sadəcə elə eşitdikləri üçün inanırlar. Özlərini aldadırlar, ikiyüzlülük edirlər. Ona görə də səhv həyat yaşayırlar. Amma bunun fərqində deyirlər. O qədər egoistdirlər ki, öz səhvlərini boyunlarına ala bilmirlər. Onun üçün mən sizə ən böyük tövsiyəm budur ki, hansı inanca sahib olursunuz olun, hansı məzhəbə sahib olursunuz olun, hansı millətdən, hansı dindən, hansı irqdən olursunuz olun fərq eləmir. Birinci növbədə özünüzə qarşı dürüst olun. Özünüzü aldatmayın. Doğru, dürüst həyat yaşamaq istəyirsinizsə, bunun açarı dürüstlükdədir. Yəni bu qədər. Mən deyəcəklərim bu qədər idi. Videonu bura qədər izlədiyinizə çox sağ olun, təşəkkür edirəm. Növbəti videolarda görüşmək üzrə. Sağ olun, salamat qalın.